Ruben Amorim'i Manchester United'dan göndərəcəklər, yoxsa tunelin ucunda işıq var. Bura Kobe Mainoo gəldiyində bura Bruno Fernandes gələ bilir və hücumun sivri ucunda, daha doğrusu ucu yoxdur, işləməyən bir ucunda isə Højlunddur. Bəzən burada Zirkse'də oynayır, amma Zirkse klassik 9 nömrə deyil, bunun haqqında biz danışacağıq. Və Manchester United'in də bütün problemlərinin səbəbi məhz cinah müdafiəçilərinin Amorimin tələblərinə ümumiyyətlə uyğun olmamasıdır. Qısa şəkildə desək, ən önəmli tələb müdafiəçinin bütün xətt boyu qaçmağıdır və bunun həmin o müdafiəçilərin cinah wingerlərinin və ya cinah wingbacklərinin hərəkətinə görə, hərəkət trayektoriyasına görə meydanda bütün mövqelər avtomatik olaraq müəyyən olunur. Amorimin ən ideal futbolçusu və onun rəhbərliyi altında ən yaxşı dövrünü keçirən Amad Diallo isə mövsüm sonuna qədər zədələnib, amma Amad Diallo klassik Amorim oyunçusudur. Bunu siz, yəni Amad Diallo'nun əgər oyunlarına baxmısınızsa, Manchester United oyunlarına baxmısınızsa, bunu dəfələrlə görmüsünüz. Həm öz mərkəz müdafiəçisinə kömək eləyir, həm ortada dayaq müdafiəçi 6-8 nömrələrin birinə kömək edir və hücumda amansız pressinglə komandasına kömək eləmiş olur. Misal olaraq Evertona vurulan qollara zəhmət olmasa baxaq. Amorimin ən böyük tələblərindən biri aqressiv o rəqibin üstünə getməkdir. Yəni birə-bir epizodlar yaratmaqdır. Amma Christian Eriksen birə-bir gedən oyuncu deyil. O ümumiyyətlə oyuna arxadan bir növ təzyiq altında olmadan diktə etmək istəyir. Ona görə burada Christian Eriksen qabağındakı boşluqdan istifadə edib bir neçə addım atmaqdansa birbaşa topu qaldırır və topu heç yerə qaldırmır. Əlbəttə ki, burada Højlundun da həmin topu vurmaq şansı az idi. Çünki gördüyünüz kimi cərimə meydançasında 4 Fulham oyuncusu var və Manchester Unitedin ən azı say olaraq 3 nəfər olmalı idi ki, hava topunu udmaq şansı olsun. Ruben Amorimin sisteminin işləməsi üçün ona harada isə müdafiədən başqa istənilən mövqedə oyunçulara ehtiyacı var. Doğru uzun müddətli investisiya olsa da gözləntilərdən biri odur ki, yayda bu mövqeyə bir oyunçu alınacaq. Ən azından Ruben Amorim getməlidir və ya qalmalıdır. Və əgər alternativiniz varsa, bu heyətə uyğun əlbəttə ki, nəzərə alın. Yəni ideal Manchester United söhbəti getmir bugünkü heyətdən. Buyurun deyə bilərsiniz.